Gəlin bu dəfə də Photoshopda qradiyentlər, yəni ki, rəng keçidləri mövzusu ilə tanış olaq. Yenə də ənənəvi bir kvadrat 1080 pikselə kvadrat artboard yaratmışam. Yəni fonu düz bir təmiz rənglə necə rəngləmək olar onu gördük, o ilə tanış olduq. Gəlin qradiyentlərlə, yəni ki, rəng keçidləri ilə, rənglərin bir-birini əvəzləməsi ilə tanış olaq. Fona yenə qradiyent vermək istəyiriksə, əslində keçən dəfə görmüşdük. Bu bölmədən Adjustment Layer funksiyalarının siyahısından Solid Color'un qonşuluğunda olan qradiyenti aktivləşdirə bilərik. Avtomatik Gradient Fill deyilən bir dialoq pəncərəsi açılır. Hansı ki biz qradiyenti, yəni ki rəng keçidlərini buradan idarə edə bilərik. Hal-hazırda mənim artboardumun belə deyək ki, üzərində yeni bir layer kimi qradiyent əmələ gəlib. Qaradan şəffaflığa doğru burada da görünür. Əgər fonda şahmat plitkaları formasında bir tekstura görürsünüzsə, bu deməkdir ki, həmin isə şəffafdır. Yəni qaradan şəffafa doğru belə bir keçid əmələ gəlib. Bu siyahını açsaq, burada Adobe-çuların, Photoshop-çuların bizə fərqli qradiyentlər təklif etdiyini görərik. Gəlin biz özümüzdən, şablonlardansa özümüzdən sıfırdan bir qradiyent düzəldək. Buradakı foreground və background rənglərə uyğun burada basic qaradan ağa bir rəng keçidi əmələ gəldi. Olsun, qaradan ağa olsun. Rənglərlə işləməyə birazdan baxarıq. Qradiyentin növbədə gəlir, qradiyentin növü bizim praktikada, dizaynda ən çox istifadə etdiyimiz iki xətti və dairəvi qradiyentlə yanaşı Photoshopa xas burada 3 əlavə qradiyent növü də var. Gəlin sürətlə onlara baxaq. Linear gradient, yəni ki, xətti qradiyent. Bir xətt boyunca 2 və daha çox rəng bir-birini əvəzləyir. Bu xətt mütləq belə vertikal şaquli istiqamətdə olmalı deyil. Biz bu buzaq vasitəsilə angle parametri ilə bu rənglərin dəyişmə istiqamətini dəyişə bilərik, tənzimləyə bilərik və ya istədiyimiz hansısa konkret buzağı verə bilərik. Scale, yəni hansı miqyas boyunca bu rənglər bir-birini əvəzləsin. Biz bunu çox böyütdüyümüz üçün, yəni sanki rənglər uzaq məsafədə bir-birini əvəzləyir. Yəni o qədər çox uzaq məsafədə rənglər dəyişildi ki, hətta artboardumdan kənara çıxdı və mən o rəng dəyişməsinin ancaq təxminən ortalarını gördüm. Təxminən bu dəqiqə biz bu hissələri görürük. Nadir hallarda biz bura müdaxilə edirik. Yəqin ki, elə çox vaxt 100%-də saxlaya bilərik buranı. Rənglərin yerini dəyişə bilərik. Reverse funksiyası məhz ona cavabdehdir. Differ mövzusuna isə hələlik ki, gəlmirik, biraz daha çox texniki mövzudur. Align with Layer mövzusudur həmçinin. Ümumiyyətlə, bazı şəkildə yeni başlayanın bilməli olduğu Photoshopda qradiyentlə bağlı əsas parametrlər bu və texniki mövzulara girmədən gəlin burada rəng məsələlərinə də baxaq. Qaraya gələk, yəni mən rəngləri dəyişmək istəyirəm. Qara markeri tıklayırıq. Aşağıda həmin qara rəngi seçmək üçün, daha doğrusu dəyişmək üçün mənim belə bir xanam var. Ora girib bizə lazım olan tutaq ki, rəngi verə bilərik. Göydən mavi tonlardan ağ rəngə dəyişiklik baş verdi. İkinci ağı da seçirik. Bu rəngi də ona uyğun mavinin qonşuluğunda olan tutaq ki, başqa bir rənglə əvəzləyirik. Sanki göydən pinkə, səhraya doğru dəyişən belə bir rəng keçidi oldu. OK basdıqdan sonra isə təzədən Gradient Fill pəncərəsinə geri qayıda bilərik. Xətti qradiyent deyil də, əgər radial qradiyent, yəni dairəvi qradiyent eləsək, o zaman rənglərin əvəzlənməsi sanki bir xətt boyunca yox, bir dairə formasında, dairə radiusu istiqamətində baş verəcək. Biz hal-hazırda rənglər qonşu olduğuna görə çox da rahat şəkildə belə deyək ki, açıq-aşkar görmürük bu rəng dəyişimini. Onu gəlin biraz daha necə eləyək, kəskinləşdirək fərqi. Hətta kənardakı rəngi də biraz daha açıq eləyək ki, daha sonra belə eləyək. Rənglərin dəyişilməsi açıq-aşkar görünsün. Rənglərin yerini dəyişə bilərik, reverse eləyək. Bu dəfə tünd rənglər kənarda, mərkəzdə isə açıq rənglər oldu. Sonra başqa biz burada digər növlərə baxa bilərik. Angle, yəni müəyyən bir bucaq formasında rənglər bir-birini əvəzləyəcək. Əslində gəlin elə bax burada biz əlavə rəngləri də bura qataq. Yəni mütləq qradiyentdə iki rəng bir-birini əvəzləməli deyə bir şey yoxdur. Bu intervalda içəridə burada istənilən bir yerə tıklasaq, 3-cü, 4-cü, 5-ci rənglərdə bu qradiyentdə əmələ gələcək. Gəlin buranı biraz səliqəyə salmağa çalışaq. Tünd göydən tutaq ki, açıq göyə rəng keçidi olsun. Açıq göyün qonşuluğunda olan tutaq ki, yaşıl rəngi keçid olsun. Sonra yaşılın qonşuluğunda olan tutaq ki, sarıya keçid olsun və sonda da qırmızı ilə əvəzlənsin bu rənglər.
Məsəl üçün belə bir çox rəngli qradiyent almaq istəsək, yəni bu şəkildə bunu reallaşdıra bilərik və ya Adobe-nun bizə təklif etdiyi bəzi şablonlardan istifadə edə bilərik. Məsəl üçün hara girək? Girək qırmızılar bölməsinə və görəcəksiniz ki, burada bol fərqli rəng keçidləri var. Bəlkə praktikada işimizə yaraya bilər, amma nadir hallarda biz gedib bu şablonlardan istifadə edirik. Ümumiyyətlə onu yadda saxlayaq ki, qradiyent hal-hazırda müasir dizaynda çox da hər gün ən azından istifadə olunan bir tryuk deyil. Düzdür, hər zaman istifadə olunubsa da, hətta zaman-zaman trenddə olsa da, hal-hazırda daha çox solid, düz rənglərlə işləməyə üstünlük veririk. Sürətli şəkildə digər bölməyə də baxaq, amma iki rənglə eləsək ki, daha yaxşı olar. Sanki bir güzgü formasında mərkəzə doğru gəlib təzədən yenə eyni rəngə gedən bir görüntü alınıb və bir də diamond, sanki bir mirvari, daha doğrusu almaz şəklində, bir brilliant formasında rənglərin bir-birinin əvəzləməsini görə bilirik. Başqa qradiyent mövzusunda hələlik ki, bilməli olduğumuz bu, sırf qradiyent tool kimi bəli, bilməli olduğumuz bu, amma bizim əlavə olaraq bir dənə də qradiyent toolumuz var, hansı ki yeni bir layer deyil də birbaşa background-a ya da ki sıfır boş bir layerə qradiyent çəkməyə imkan verir. Yenə eyni qaydada C hərfini bastıq, qradiyent tool aktiv oldu, onun qonşusu olan paint bucket tool da aktiv ola bilər. Bizə isə qradiyent tool maraqlıdır. Yuxarı tərəfdə control paneldə yenə eyni qaydada bizə lazım olan rəngləri seçək və qradiyentin formasını təyin eləyək. Sonra layer seçili olduğu halda qradiyent tool da aktivdirsə, yəni mouse-la istənilən istiqamətə çəkə bilərik, onun mövqeyini təyin eləyə bilərik, diametrini daha doğrusu dəyişə bilərik və eyni qaydada bizim əslində həmin o qradiyentlə, qradiyent parametrləri ilə bağlı funksiyalar bizdə Dynamic Properties pəncərəsində də olacaq. Yəni rənglərin yerini dəyişmək, bucağı dəyişmək və s. Bunların hamısı bu şəkildə mümkündür. Qradiyentlə işləməkdə həssas bir məqam var. Biraz dərin mövzu olsa da, biraz da rəng nəzəriyyəsinə bağlı olan bir başlıqdır bu əslində. Bizdə bildiyimiz qədər rənglər müəyyən məntiqlə düzülür, müəyyən bir konstruksiyaya sahibdirlər ki, həmin bu konstruksiya biz deyirik rəng dairəsi. Sırf bu rəng dairəsinin üzərində biz rəng harmoniyaları, rənglərin bir-birinə uyğunluğunu təyin edə bilirik ki, bu ayrı mövzudur. Bunu irəlidəki mövzularda bəlkə ayrıca YouTube dərslərində müzakirə eləyərik. Amma ümumiyyətlə bir dənə qaydanı nəzərə alaq. Fikir verdirsə mən də rəng seçəndə mümkün qədər bir-birinə yaxın qonşu rəngləri götürürdüm. Yəni rənglər bir-birinə nə qədər yaxın olacaqsa, qradiyent bir o qədər yəni keyfiyyətli, yaxşı, rahat görünəcək. Bəlkə hətta onu irəlidə çap prosesində də reallaşdırmaq rahat olar. Hətta ekran üçündə o rənglər daha təbii görünər, keçid daha maraqlı görünər. Əgər rənglər bir-birindən çox uzaq olarsa, orada bəzən biraz keyfiyyətsizliklər ola bilər. Məsəl üçün, gəlin yaşıldan qırmızıya bir xətti qradiyent almağa çalışaq. Elə buradakı bu yeni layerlə girək, 2 dəfə tıklayıb girək içəri, qırmızı rəngi təyin eləyək və göyün də əvəzinə tutaq ki, bizdə hansı rəngi olsun, məsələn, yaşıl rəng. Xətti qradiyenti göstərib, xətti qradiyenti təyin eləyib, gəlin bir daha burada keçidi daha hamar eləyək, bəlkə daha miqyaslı eləyək. Bəli, yaşıl burada, qırmızı burada. Aralarında görürsünüz, yəni kifayət qədər belə qarma-qarışıq, bəzən istəmədiyimiz, arzu olunmayan bir rəng yarana bilər. Xüsusən də ekran üçün nəzərdə tutulmuş rəqəmsal dizayn materiallarında bu rənglər bir o qədər problem yaratmasa da, çap materiallarında, mətbəə üçün hazırlanan dizaynlarda bu hissələrdə tamamilə çəkilir görüntülər alına bilər. Bunun da səbəbi məhz budur. Yəni rənglər bir-birindən həddən artıq uzaqdadır, ona görə bu rənglərin əvəzlənməsi çətinlik yaradır. Amma siz götürün məsələn bu rəng dairəsinə ki, bir-birinə yaxın istənilən rəng, görəcəksiniz ki, həmin problemlər qradiyentdə baş verməyəcək. Məsələn, purple və red arasında gedək. Yəni qırmızı, qırmızıdan bir balaca. Bu qırmızıdır, qırmızı eyni zamanda yuxarıdadır. Ondan biraz aralıda olan tutaq ki, bütün bir bənövşəyə deyək, keçid olsun. Həmin o çirkli, qarma-qarışıq rəngi bu dəfə biz mərkəzdə görə bilmirik. Qradiyentlə bağlı ilk tövsiyəm bu. Bir də əgər təcrübəli deyilsinizsə, hazır qradiyentlərlə işləmək bəzən daha təhlükəsiz ola bilər. Online məsəl üçün gradient ya da gradient generator yazsaz, çox fərqli maraqlı platformalar çıxacaq. Elə bir yandan sırayla
daxil olub test edə bilərsiniz. Burada qabaqcadan sizə təyin olunmuş, verilmiş şablonlar ola bilər və ya elə interaktiv şəkildə burada bu rəngləri redaktə eləməklə bağlı sizə fərqli funksiyalar, üstünlüklər təklif olunacaq. Photoshopda qradientlə bağlı bilməli olduqlarımız hələlik ki bu qədər. Pattern mövzusu ilə Photoshopa davam edək.